21 nömrəli tapşırıqla nizamımıza davam edirik müəllimlər. Deyir ki, qapalı qabda müxtəlif mol miqdarda götürülmüş azot və hidrogen arasında biri tam sərf olunana qədər reaksiya gedir. Alınan qaz qarışığının 1 molunun kütləsi 25,25 qramdır. İlkin qarışıqda hidrogenə görə nisbi sıxlığını tapın. Deməli, bilirsiniz ki, azotla 3 mol hidrogen reaksiya girir. 1 mol azot 3 mol hidrogenlə reaksiya girsə 2 mol amonyak yaradacaq və deyir ki, burada azot və hidrogen müxtəlif mol miqdarlarda götürülüb və reaksiya zamanı maddələrdən biri tam sərf olunub, biri artıq qalıb və siz bilirsiniz ki, dünya dağılsa da burada reaksiya zamanı mütləq amonyak qazı əmələ gələcək. Niyə? Çünki reaksiya məhsulu amonyakdır. İndi bizə deyir ki, son qaz qarışığının 1 molunun kütləsi 25,25 qramdır. Yaxşı, son qaz qarışığının 1 molunun kütləsi 25,25-dirsə, onda belə çıxır ki, burada hidrogen yox, azot artıq qalacaq. Niyə? Çünki hidrogen artıq qalsa, hidrogen 2 qram, amonyak da 17 qram. Bunların ikisindən 1 mol götürəndə kütlə heç vaxt 25,25 olmaz. Biraz balaca kütlə olacaq. Çünki balaca emerli olan maddələri götürmüşəm axı. Onda belə çıxır ki, azot artıq qalıb ki, emeri böyük olan maddə artıq qalıbdır ki, 17 ilə 28, heç olmasa 25,25 verə bilər də bizə. Demək ki, hidrogen tam sərf olunub, azot artıq qalıb. Bu dəqiqdir. O zaman nə yazıram? Başlanğıc, sərf, tarazlıq. Deyir ki, reaksiya zamanı maddələrdən biri tam sərf olunub. Məsəl üçün, deyək ki, 3x mol hidrogen götürmüşəm, bu tam sərf olunubdur və 0 qalıb. 3x qədər hidrogen 1x qədər azotun sərfindən yaranacaq. Deyək ki, A mol azot götürmüşəm, bunun 1x qədəri gedib, A çıxılsın 1x qədər deməli, azot artıq qalacaq. Yəni, belə deyək də, hidrogen 3x qədər götürmüşəm, bu tam sərf olacaq, hidrogen qalmayacaq, azot artıq qalmalıdır. Azotun başlanğıc molunu bilmirəm, bir A mol götürürəm. Hidrogen 3x qədər sərf olunsa, azot da dünya dağılsa da 1x qədər sərf olunmalıdır. Çünki əmsala uyğun hərəsi sərf olunur. Azotdan da A çıxılsın 1x qədər artıq qalacaq. Amonyak da 2x qədər əmələ gələcək. Və sonda mənə deyir ki, bu qaz qarışığının ikisinin birlikdə molu 1 mol olsa, kütləsi 25,25 qram olacaq. Onda belə çıxır ki, A çıxılsın 1x qədər azot, üstə gəl 2x qədər amonyak mənə verməlidir 1 molu. Çünki deyir ki, sonda 1 mol qaz olsa, bunların kütləsi 25,25 olar. Buradan tənliyə həll etsək, A üstə gəl x-in bərabərdir 1 mola. Kütləyə də gələndə azotun kütləsi A çıxılsın 1x qədər azot. Kütləyə çevirəndə neçə eləyəcək müəllimlər? A çıxılsın 1x-i 28-ə vursam, 28A çıxılsın 28x qram azotum qalacaq. Amonyakım da 34x qram olacaq. Bunların ikisinin kütləsi cəmi mənə verəcək 25,25 qram. Baxın, belə bir tənliyə keçid elədik. A üstə gəl x-imiz 1-dir, 28A çıxılsın 28x üstə gəl 34x-imiz də 25,25-ə bərabərdir. Gəlin buradan tənliyi həll eləyək. Aşağıdakı tənliyi həll etsək 34 ilə 28 mənə neçə verər? 6 verər məncə. Aşağıdakı tənlikdən belə bir şey qalacaq. 28A üstə gəlsin 6x bərabərdir 25,25-ə. A üstə gəlsin x-imiz da bərabəridir 1-ə. Buradan A1 çıxılsın x-dirsə, gətirək yuxarıda yerinə qoyaq. Bax, buradan A əslində bərabərdir 1 çıxılsın x-ə. Yerinə qoysaq 28 vurulsun. A-nın yerinə yazacağım 1 çıxılsın x. Üzərinə 6x gələcəm, mənə verəcək 25,25. 28 çıxılsın 28x, üstə gəl 6x. Deməli, 28-dən çıxım 25,25, adi bir tənlikdir də. Buradan nə qalacaq? 2,75 qalacaq. Bu bərabərdir. 28 ilə 6-nın da fərqinə baxsaq, 22 eləyər, eləmi? Məncə 22 eləyəcək. Yəni, 28-dən çıxdım 25,25, 2,75 qaldı burada. Burada da 28, 6, 22x eləyər də, 22x. X-imiz bərabərdir 2,75-i bölək 22-yə. X-imiz bərabərdir 0,125 mola. X-imiz 0,125 moldursa, A-mız nə qədər olacaq? A da bərabərdir nəyə? 1 çıxılsın x-ə. A da 1 çıxılsın x-dirsə, A-mız bərabər olacaq 1 çıxılsın 0,125. Yəni, A-mız da bərabər olacaq 0,875 mola. Deməli, A-mız oldu 0,875. Baxın, gətirim yuxarıda yazdım. Hidrogen də x-imiz 0,125-dirsə, hidrogen 3x qədər götürülübdür. O da 3 vurulsun 0,125 olacaq. Düzdürmü? Müəllimlər, bax, A bərabərdir 0,875. Bax, burada yazmışam. A-mız 0,875-dir. Digəri də neçəyə bərabərdir? X-imiz də 0,125-dirsə, 3x-imiz də 3 vurulsun 0,125-dir də. 3-ü də 0,125-ə vuranda hidrogenimiz olacaq 0,375 mol. 0,375 molda hidrogeni tapdım. İndi gəlin bunun M ortasını tapıb, sonra da hidrogenə görə nisbi sıxlığını hesablayaq da. Deməli, əvvəlcə nə edəcəyik? M ortasını tapacağıq, sonra da hidrogenə görə nisbi sıxlığını hesablayacağıq. Heç nə, gəlin hesablayaq. Deməli, azotumuz 0 tam. İndi M ortasını, elə bil M ortasını tapanda nə edəcəm?
0,875'i vuracam Mr 28'dir azot üçün. 0,375'də vuracam hidrogen Mr 2'yə. Böləcəm sonra bunların ümumi mol miqdarları cəminə. 0,375-dən 0,875-də cəm 1,25 mol qaz verər mənə yəqin ki. Buradan hesablamamızı aparsaq, əvvəlcə M ortanı hesablayacağıq. Deməli, M ortanı hesablayanda 24,5 bunun kütləsidir. 24,5 hardasa hesablasaq, deməli bizə verəcək 1,25'ə böləcək 20,2. M ortamız olacaq 20,2. Lap yuxarıda birbaşa da bilə bilərdiniz ki, kütlə 25,25 isə zaten yuxarıda kütləni yazırıq da. Bunu da ümumi mol miqdarı 1,25'ə böləndə M ortamız 20,2 eləyəcək. M ortamız 20,2 isə hidrogenə görə nisbi sıxlığı tapanda bunu 2-yə də bölünməlidir. Çünki hidrogenə görə nisbi sıxlıq tapılanda 2-yə bölünür. Bu da 10,1 eləyəcək. 21-də doğru cavab B variantında göstərilibdir. 21-dən sonra keçirəm 22 nömrəli tapşırığımızın izahına. 22-də buna uyğun yadınıza gəlirsə bir neçə dəfə tarazlıq məsələsidir. Həll eləmişik. Bu tipdə məsələlər çox həll eləmişik. A ilə B reaksiya girdi. C maddəsini əmələ gətirdi. Yazıram. Başlanğıc sərt tarazlıq. Burada siz nəyə diqqət edirsiniz? A-nın birinci tarazlıq halı 1-dir. Baxın, görürsünüz, A əvvəlcə 1-dən başlayıbdır. Yəni, daha doğrusu 1 olubdur. Birinci tarazlıq halı, bax, düz xəttdir, 1-dir. B-nin birinci tarazlıq halı 4-dür. C-nin də birinci tarazlıq halı 4-dür. Çünki baxın, C göy xəttlə verilib və göy məncə burada başlayır. Baxın, görürsünüzmü? Göy burada başlayır. Deməli, C-nin də tarazlıq qatlığı 4 olubdur. Və biz belə məsələlərdə birinci tarazlıq halından ikinci tarazlıq halına keçid edəndə, bax, görürsünüz, deyir ki, sistemdə bu tarazlıqdadır və sistemdə yenidən tarazlıq yaranıbdır. Yeni tarazlıq halı, növbəti tarazlıq halı cümlələri görəndə əvvəlcə birinci tarazlıq halı üçün kateni hesablayırıq. Birinci tarazlıq halı üçün kateni hesablananda 4-ü böləcək 4 vurulsun 1-ə, sağın tarazlıq qatlığı bölünəcək solun tarazlıq qatlığına. Burada qabın həcminin 2 litr olmağı artıq informasiyadır. O zaten bizə lazım deyil. Nə edirik ki onu? Ehtiyac yoxdur. Onsuz da katemiz tapılanda malyar qatlıqla tapılır. Burada da bizə qrafik malyar qatlığı veribdir onsuz da. Katemiz 1-dir. Sonra biz nə edirik? Belə məsələlərdə birinci tarazlıq halı, ikinci tarazlıq halı cümlələri görəndə təzədən gətirib reaksiyanı köçürdürük və birinci tarazlıq halındakı maddələrin tarazlıq qatlıqları ikinci tarazlıq halında onların başlanğıc qatlığı kimi təzahür edir. Onda A-nın başlanğıc qatlığı 1, B-nin başlanğıc qatlığı 4, C-nin də başlanğıc qatlığı 4-ə bərabər olacaq. Və belə məsələlərdə biz nə görürük? Deməli, baxın, belə deyək də, A-mız deyir ki, sistemə müəyyən qədər x qədər C qazı əlavə olundu. 4 qədər C maddəsi vardır. Burada deyir x qədər C maddəsi əlavə olundu. O zaman C-miz 4 isə olacaq 4 üstəgəl x. Və sistemə hər hansı bir maddə əlavə olunur. Bilirsiniz ki, tarazlıq həmin maddənin olmadığı tərəfə yönəlir. Yəni, əgər mən burada sistemə C maddəsi əlavə etmişəmsə, o zaman tarazlıq C-nin olmadığı tərəfə, yəni sol tərəfə yönələcək. Və bu zaman biz görürük ki, B-miz 4-dən qalxıb 5-ə. B-miz 4-dən 5-ə qalxıbsa, deməli B-miz 1 əmələ gəlibdir. B-miz 1 əmələ gəlib və yeni tarazlıq halında, baxın, B nə qədərdir? Baxın, əvvəlki tarazlıq halında 4 idi, növbət tarazlıq halında B-nin düz xətti gəlib 5-ə çıxıbdır. O deməkdir ki, B-nin yeni tarazlıq halındakı deməli, qatlığı 5-ə bərabərdir. Yəni, 5 olubsa, əvvəli 4 idisə, sonradan 5 olsa, deməli, B-miz 1 əmələ gəlib. B-miz 1 əmələ gələndə dünya dağılsa da A da 1 əmələ gəlməlidir. Niyə? Çünki B ilə A-nın əmsalı eynidir. B nə qədər yaransa, A da 1 o qədər yaranmalıdır. A-mız 1 isə 1 əmələ gəlib 2 olacaq, C-miz də 1 qədər sərf olacaq. Niyə? Çünki əmsallar eynidir. Əgər B 1 əmələ gəlibsə, C də 1 sərf olacaq. C-miz 4 üstə gəl x isə 1 sərf olacaq, 3 üstə gəlsin x qalacaq. Katemiz də 1-də 1 olaraq qalacaq, bu dəyişməyəcək. 1 bərabər olacaq, sağ bölünsün sol. Sağda 3 üstə gəlsin x qədər C var. Bunu böləcəm solun hasilinə 2 vurulsun 5-ə. O zaman 10 bərabər olacaq 3 üstə gəl x-a. X-imiz bərabər olacaq 7-yə. Bizə deyir ki, deməli x mol qaz əlavə edir. Mənim tapdığım bu x əslində qatlığı göstərir müəllimlər. İndi mən əslində nə qədər qatlıq desəydi, qatlığı 7 götürə bilərdim. Cavabı C götürə bilərdim. Amma cavabı niyə C götürməyəcəm? Çünki mən qatlıq olaraq 7 qatlıqla əlavə eləmişəm. Amma molca soruşduğuna görə mən bayaq yazdığım, bayaq məsələləri həll eləmişəm. Amma bax, orada hamısını mən qatlıqla eləmişdim ki, mənə rahat olsun. Çünki kateni qatlıqla hesablayıram və s. Amma sonda bu həcmin 2 litr olmağına nəyə ehtiyacımız var? Qatlığı 7 tapmışıq. Bizdən deyir ki, x mol qaz əlavə olunub. Onda S bərabərdir, nü bölünsün və nü də bərabərdir S vedüsturuna görə. Mən buradan molu tapanda 7-ni vurmalıyam qabın həcmi 2-yə. Onda cavabı 14 tapmalıyam. Ona görə də doğru cavabı D variantı seçərik. Yəni, burada qatlı olaraq sorsa cavab C variantı, amma belə sorsa cavab 14 olacaq, doğru cavab 22-də D variantı olacaq. Keçirik 23-ə. 23-də metan və CD4 maddəsi veribdir. Bunların mol miqdarlarını bilmirəm mənlər. Birini x molla, birini dəqiq molla işarə edəkmi? X mol metan, Y molda CD4 deyək. X mol metanın kütləsi 16x-dır. Y mol CD4-ün də kütləsi 12 karbondur. Deuterium da 2-dir. 2-dən 4-ün 8, 20 eləyər yəqin ki. 20 illik kütlə cəmi 40-a bərabərdir.
İndi siz bilirsiniz ki metan yananda 1 mol metan 2 mol su yaradır hidrogen sayına uyğun. Onda x molunda 2x mol su yaradacaq. CD4 da yananda buradan 2D2O yaranacaq. 1 molundan 2D2O yaradırsa Y molun da uyğun olaraq 2Y qədər D2O yaradacaq. O zaman ağır suyun 2Y qədər D2O-nun ümumi suyun nisbəti. Ümumi suyumuz 2Y qədər D2O-dan, 2x qədər də H2O-dan ibarətdir. Deyir, bunların nisbəti 4-ün 9-a nisbəti kimidir. Yəni, həll eləsək, 18Y bərabərdir 8x üstə gəlsin 8Y-ə. Buradan 10Y-imiz bərabərdir 8x-ə. Sonra da tapsaq biz buradan Y-imiz bərabərdir 0,8x-ə. Y-imiz bərabərdir nəyə? 0,8x-ə. Gətirib yerinə qoysaq, Y-imiz 0,8x-ə bərabərdirsə, 32x-imiz bərabər olacaq 40-a, x-imiz bərabər olacaq 40 bölünsün 32-yə. Yəni 40-ı da 32-yə bölsək, x-imiz bərabər olacaq 1,25 mola. X-imiz 1,25 mol olsa, deməli qarşılıqda 1,25 mol metan olur. Çünki x mol metan götürmüşəm, əvvəlcədən qeyd eləmişdim bunu. 1,25 mol metanın kütləsi 20 qramdır. Deməli ilkin qarışıq 40 qramın 20 qramı metan olursa, bu 50% kütləcə metan deməkdir. Doğru cavab 23-də D variantında göstərilibdir. 23-dən sonra keçirəm 24 nömrəli tapşırığımızın izahına. Gəlin görək 24-də bizə nə deyir? Deməli, Fer3O4 nə? Amoniak qazının reaksiyasıdır. Bunu siz özünüz də bilirsiniz ki, bu azotun laboratorda alınma reaksiyasını əks elətdirir. Reaksiya zamanı əmələ gəlir dəmir, azot və su. Gəlin reaksiyanı yazıb əmsallaşdıraq. Deməli, ferrum 3O4 üstə gəlinsin amoniak. Reaksiya zamanı dəmir əmələ gələcək, azot əmələ gələcək və H2 əmələ gələcək. Burada azotu tam olsun deyə 3 yazaq. 9 daha doğrusu dəmirimiz tam olsun deyə 3 yazaq. 9 dəmirə tamamlayaq. Onda 12 oksigen olacaq. 6 yazaq bura. Burada 2 yazsaq, hidrogen sayı görək tamamlanırmı? Bir dənə baxaq. Ferrum 3O4, 9 azot. Aha, onda 3-dən 4-ün 12. 12 olduğuna görə suya 12 yazmalıyım. Çaşıb 6 yazmışam. 12 yazsaq, o zaman hidrogenimiz 24 olduğuna görə 8 amoniak yazarıq. Onda azota da 4 mol düşər də. Nəysə, əmsallaşdırdıq. Əmsallaşdırdıq və bizə deyir ki, reaksiya zamanı əmələ gələn maddələrdən biri M qramdır, biri də M çıxılsın 19,6 qramdır. Və bizə deyir ki, bəsit maddələrin kütləsi. Bəsit maddə deyəndə dəmir və azot nəzərdə tutulur. Reaksiya zamanı 9 mol dəmir, 4 mol da azot əmələ gəlir. 9 mol dəmirin kütləsi 9 vurulsun 56, yəni 504 qramdır. 4 mol azotun da kütləsi 4 vurulsun 28, yəni 112 qramdır. Normalda siz bilirsiniz ki, 504 ilə 112 arasındakı fərq 392 qram eləməlidir, düzdürmü? Bunlar arasındakı fərq 392 qram eləməlidir. Amma bizə 19,6 qram fərq veribdir. İndi 19,6 qram fərq veribsə, normalda biz bilirik ki, 392 qram fərq olanda reaksiya zamanı 4 mol, yəni 4 vurulsun 22,4 litr azot qazı əmələ gəlir. Nə deyir bizə? Alınan amoniakın normal şəraitdə həcminə. Nə deyir? Əsasən reaksiya, amoniakın həcmini soruşur. Amoniak deyir, mən elədim azot deyir. Onda amoniak 8 moldur da. 392 qram, əmələ gələn bəsit maddələr 9 mol dəmir, 4 mol azotun kütlə fərqi 392 qram olanda reaksiya sərf olan amoniak 8 vurulsun 22,4 litrə bərabər olur. İndi isə biz burada kütlə fərqini görürük 19,6 qram. Bu neçə litr amoniak sərfidir? X qədər. Gəlin buradan hesablamamızı aparaq. 19,6-nı vurarıq 8-ə, 10 da vurarıq 22,4-ə. Aldığımız qiyməti bölərik 392-yə. Bu da bizə verəcək 8,96 litr. Doğru cavab 24-də C variantında göstərilibdir. 24-dən sonra keçirik 25-ə. Kevlar lifi. Kevlar lifi bilirsiniz ki, güllə keçirtməyən jiletlərin, branjiletlərin istehsalında istifadə olunur və o 1,4 diamin benzolla deməli 1,4 diamin benzolla deməli triftal turşunun polikondensləşmə məhsuludur və onu biz necə yazırdıq? Bax, NH2 yazdıq, 1,4 diamin benzol yazmaq istəyirəm. Belə yazırdıq. Bir də triftal turşusu yazırdıq, COH yazırdıq. Benzol həlqəsi çəkirdik və COH yazırdıq. Burada da siz bilirsiniz ki, bunlar polikondensləşən zaman hidrogen qopurdu hərəsindən bir dənə NH2 qruplarından. Sonra COH qrupundan da OH qopurdu. Burada da 2 qat rabitə oksigen qalırdı. Poliamid lifidir. Burada lap NH-ı belə də yaza bilərsiniz istəsəz, daha rahat olsun deyə sizə. Və indekslərdə nə yazırıq? N yazırıq, aydın məsələdir. Bunlar hidrogeni göstərir. Və bizə burada çox üzrlü hesab edirəm və bizə burada deyir ki, Kevlar lifinin
hansı kiçik molekul birləşmənin polikondensləşməsindən alına bilər? Triftal turşusundan 1,4 diamin benzoldan 2 və 4-dən doğru cavab 25-də D variantında göstərilibdir. 25-dən sonra keçirəm 26-ya. 17 qram gümüş bir nitratın parçalanması zamanı alınan qaz qarşılığı işıq şüasının altında sudan keçirdən zaman reaksiya axıra qədər gedir və 31,5% nitrat turşusu məhlulu alınır. Siz bilirsiniz ki, argent nitrat parçalananda sərbəst metal argent əmələ gələcək, NO2 və oksigen qazı yaranacaq. Əmsallaşdırsaq, bura 2 yazarıq, burada 2 yazarıq. Ya da belə də eləyə bilərik əslində. Gəlin belə yazaq da, daha rahat olsun deyə mən tam əmsallaşdırma aparmayacağam. NO2-dir, burada. NO2. Oksigenə də 0,5 mol yazacağım. Oksigen sayını 3-ə tamamlayacağım. Belə daha rahat olar məncə. 17 qram gümüş bir nitratın parçalanmasından alınan qaz qarışığı işıq şüasının altından keçirdən zaman. İndi əlməli gələn qaz qarışığı NO2 oksigen qarışığıdır. Normalda siz bilirsiniz ki, argent nitratın emiri hesablananda 108 ilə 60 deməli HNO3 63 olmalıdır, səhv eləmirəmsə. NO3 də 62 olmalıdır, səhv eləmirəmsə 170 qram eləməlidir. 170 qram bunun emiridir. 170 qramdan 1 mol NO2, 0,5 mol oksigen qarışığı alınır. İndi burada 17 qramdırsa uyğun olaraq nə alınacaq? 1 və 0,5 yox, 0,1 və 0,5 qarışığı alınacaq. Yəni normalda 170 qram argent nitrat götürəndə 1 NO2, 0,5 oksigen alıramsa 17-də artıq bunun 10 dəfə azını alacaq. 0,1 mol NO2-dən 0,5 mol oksigen qarışığı alacağım. Deyir, bunların reaksiyasından. İndi siz bilirsiniz ki, NO2-nin üzərindən oksigen gəlsə və su ilə yəni reaksiyasını aparsaq, NO2 oksigen su qarışığı mənə verir HNO3-ü. Düzdürmü? Aha. Deməli, bizə deyir ki, reaksiya zamanı 31,5% nitrat turşusu alınıbdır. İndi gəlin bunu əmsallaşdıraq. Əmsallaşdırsaq nə yazarıq bura? Deməli, 2 mol HNO3 yazarıq. 2 hidrogenimiz oldu. Azotumuz 2 olduğuna görə 2 NO2 yazarıq. Oksigenə də baxanda 2-dən 3-ün 6, 2-dən 2-nin 4, 5, 6. Onda oksigen də qarşısına 0,5 O2 düşəcək. Və göründüyü kimi 2 NO2 0,5 oksigenlə gedir. 2 mol NO2 0,5 mol oksigenlə reaksiyaya girirsə, mənim də əlimdə NO2 0,1-dir. 0,1-in bəs nə qədərlə gedər? Deməli, oksigen artıq miqdarda olacaq. Onda mən hesablamamı NO2-yə görə aparacağım. Çünki NO2 2, oksigen 0,5-dir. Mənim əlimdə isə 0,1 NO2-dir, 0,5 oksigendir. Deməli, belə çıxır ki, NO2 azdır, oksigen çoxdur. Gəlin bir dənə baxaq görək 0,1 NO2 nə qədər oksigen sərf eləyəcək. Bir dənə baxaq görək həqiqətənmi düz deyirik. 0,1-i vurarıq 0,5-ə, bölərik 2-yə. Hardasa bizə verəcək 0,025. Amma mənim əlimdə 0,05 qədər oksigen var. Oksigen çoxdur. Deməli, mən həqiqətən hesablamamı NO2-yə görə aparacağam. Deməli, yenə deyirəm, əlimdə 0,1 mol NO2, 0,5 mol oksigen var. Normalda 2 NO2 0,5 oksigen sərf eləyir. Onda 0,1-im də 0,025 oksigen sərf eləyəcək. Deməli, oksigenim artıqdır. Mən hesablamamı NO2-yə görə aparacağım. O zaman biz nə edirik? 2 mol NO2, 2 mol HNO3, yəni 2 vurulsun 63 qramlıq turşu yaradırsa, 0,1 mol NO2-m də nə qədər turşu yaradacaq? Buradan turşunun kütləsini hesablasaq, deməli, bunlar ixtisar gedər. Hardasa 6,3 qram turşu HNO3 turşusu yaranacaq. HNO3 turşusu da deyir 31,5%-ə bərabərdir. Çünki məhlulun faizi qatlığı 31,5%-dir. Deyir, alınan nitrat turşusu məhlulunun kütləsini hesablayır. Yəni turşunun məhlulunun kütləsini soruşur. Onda yazarsınız ki, 6,3 qramlıq turşu məhlulun 31,5%-ni təşkil edirsə, onda məhlulun 100%-i gəlin görək neçəyə bərabərdir. 100%-i tapanda siz 100-ü vurarsınız 6,3-ə, tapdığınız rəqəmi bölərsiniz 31,5-ə. Bu da bizə verəcək nə qədər? 20 qram. Deməli, məhlulun kütləsi 20 qramdır. 26 doğru cavab D variantında göstərilibdir. 27-dən davam edirik. Bilirsiniz ki, spirtin üzərinə turşu gələndə bizə verəcək efir, üstə gəlinsin su. Bunu hamımız bilirik. Və biz burada nəyə diqqət edəcəyik, müəllimlər? Deməli, bizə deyir ki, hər iki maddə başlanğıcda eyni kütlədə götürüb. Baxın, M qram turşu və spirt götürmüşük. Siz də bilirsiniz ki, turşunun emiri daha doğrusu spirtin emirindən böyük olur. Çünki turşunun tərkibində
karbon sayı spirtin tərkibindəki karbon sayından böyükdür. Onda belə çıxır ki, turşunun emeri spirtin emerindən böyükdür. Onda mən hər ikisini eyni kütləyə gətirəndə azı çoxa çatdıracağam. O zaman spirtin emeri balaca olduğuna görə onu mən çox kütləyə gətirəndə spirtin molu çox olacaq və spirtin molu çox olduğuna görə onun artıq qalacaq. Yəni belə deyək də, hər ikisini eyni kütləyə gətirəndə azı çoxa çatdıracağam. Zaten spirtin emeri turşunun emerindən kiçikdir. Mən bunları eyni kütləyə gətirəndə turşu tam sərf olunacaq və spirt artıq qalacaq. Nə qədər spirt artıq qalacaq? 8,4 qram spirt artıq qalacaq. Normalda biz bilirik ki, 18 qram su əmələ gələndə 1 mol spirt sərf olunmalıdır. 1 mol da turşu sərf olunmalıdır. Burada isə 3,6 qram su əmələ gəlib. 3,6 qram su əmələ gələndə isə biz 0,2 mol turşu, 0,2 mol da spirt sərf eləməliyik. Onda belə çıxır ki, 0,2 mol turşunun kütləsi elə m qrama uyğun gəlir. 0,2 mol turşunun kütləsi neçəyə uyğun gəldi? M qrama uyğun gəldi. Spirt isə 0,2 mol sərf eləmişəm. 0,2 mol spirtin də kütləsi neçəyə bərabərdir? Baxın, gəlin belə yazaq da. 0,2 mol turşunun kütləsi m qrama bərabərdirsə, 1 mol turşunun kütləsi onun emerinə uyğun gələcək. Buradan turşunun emerini, baxın, yenə deyirəm, bax, turşu 0,2 mol tam sərf olunubdur. 0,2 mol turşu tam sərf olunub. Turşunun da kütləsi m qram götürülüb. Turşu axıra qədər sərf olunub. Çünki turşu azdır kütləcə. Amma spirt turşuya çatdırılanda, eyni kütləyə gətiriləndə spirt çox miqdarda götürülübdür və o da belə deyək də artıq qalacaq. Spirt burada artıq qalacaq. İndi 0,2 mol turşu m qrama uyğun gəlsə, 1 mol turşu emerə uyğun gələcək. Buradan turşunun emerini tapanda tapacaqsınız 5 m. Bu oldu turşunun emeri. Bax, emer turşu yazıram. Spirt neçəyə bərabərdir? Spirtin 1 molunun kütləsi onun yenə emerinə uyğun gəlir. Amma burada spirt 0,2 mol sərf olunubdur. 0,2 mol sərf olunan spirtdə m çıxılsın 8,4-dür. Deyərsiniz niyə? Yenə deyirəm, spirti turşuya çatdıranda mən spirti zaten m qram götürmüşəm. Amma o artıq miqdarda olduğuna görə onun bir qədər sərf olacaq və müəllif deyir ki, orada maddələrdən biri 8,4 qram artıq qalıb. Artıq qalan burada spirt olacaq. Spirti də m qram götürmüşəsə, bunun 8,4-ü artıq qalıbsa, deməli onun sərf olunan kütləsi m çıxılsın 8,4-ə uyğun gələcək. Deməli, spirt də 0,2 mol sərf olunubsa, 0,2 mol spirtin m çıxılsın 8,4 olacaq. 1 mol spirtin emerə uyğun gəlsə, 0,2 mol spirtin də m çıxılsın 8,4-ə uyğun gələcək. Burada mən spirtin emerini tapanda, spirtin emeri neçəyə bərabər olacaq? Emer spirt deməli bərabər olacaq neçəyə? Hesablasaq, emerimiz spirt üçün neçəyə bərabər olacaq müəllimlər? M-i 0,2-yə bölsək eləcək 5m, 8,4-də 0,2-yə bölsək eləcək 42. 5m çıxılsın 42. Deməli, spirtin də emerini tapdıq, 5m çıxılsın 42. Deməli, baxın müəllimlər, buradan bir yer ayırıram, buradan yazıram. Deməli, biz turşu üçün emeri neçə tapdıq? Baxın, emer turşu, baxın buradan yazıram. Emer turşu bərabər olacaq 5m, emer spirt də bərabər olacaq 5m çıxılsın 42-yə. Və mənə deyir ki, turşuda karbon sayı neçəyə bərabərdir? Baxın, onu da buradan səlqəli yazaq. Turşuda karbon sayı 2x-ə bərabərdir. O normalda turşular üçün formulumuz olur CnH2O2. Karbon sayı deyir 2x-ə bərabərdir. Onda n-i pozub yerinə 2x yazsaq, C2x H4xO2 olacaq turşunun formulu. C2x H4xO2-nin də emeri olacaq nə qədər? Hardasa 12-ni 2-yə vurduq 24, üzərinə 4 gəlsə 28x üstə gəlsin 32 qram olacaq. Spirt üçün də karbon sayı x-dir. Spirtlər üçün də formulumuz CnH2n üstə gəl 1OH-dır. İndi deyir ki, karbon sayı x-dan işarəli. Onda n-in yerinə x qoysam, Cx H2x üstə gəlsin 1OH yazaram. Onda bunun da emeri olacaq 14x üstə gəlsin 18. Onda bunu da pozub yerinə 14x üstə gəlsin 18 yaza bilərəm. İndi biz turşu üçün 28x üstə gəl 32 tapdıq, spirt üçün isə 14x üstə gəlsin 18 tapdıq. İndi bizim spirtimizin belə deyək də kütləsi 5m çıxılsın 42 deyil. Bu 5m'in yerinə yuxarıdakı 28x üstə gələn 32-ni yaza bilərəm. Yəni bu 5m'i pozub yerinə 28x üstə gəlsin 32-ni yaza bilərəm də. Düzdür müəllimlər? Onda 5m'i pozum, yerinə yazdım 28x üstə gəl 32. Aşağıda da mənfi 42 var. Çıxılsın 42 bərabər olacaq 14x üstə gəlsin 18-ə. Buradan tənliyi həll etsəm, mənfi 10, bu tərəfə keçsə müsbət 28, 14x-imiz 28-ə, x-imiz 2-yə bərabərdir. Adi bir tənlikdir. Tənliyi həll etsək, x-imiz 2-yə bərabərdir. X-imiz 2-yə bərabərsə, gətirib yerinə qoyanda 2x, yəni 4 deməkdir. Onda belə çıxır ki, mənim turşum 4 karbonlu turşudur, yəni C4H8O2-dir. C4H8O2-də deyir nə qədər? Polyar kovalent rabitə var. 4 karbonlu turşudursa, gəlin yazaq da burada açıq şəkildə, istəyirsiniz gəlin yazaq. CH3, CH2, CH2, C2 qat rabitə oksigen OH. Polyar kovalent rabitələrin sayı deyəndə gəlin sayaq.
CH3-də 3 dənə polyar kovalent rabitə, CH2-də 2 dənə polyar kovalent rabitə, növbəti CH2-də 2 dənə polyar kovalent rabitə, COH qrupunda da karbon oksigen arasında 2 dənə, oksigen, karbon oksigen arasında bir dənə aşağıda, oksigen hidrogen arasında da bir dənə olanda toplayanda nə qədər elədi? 2, 4, 6, 7, 8, üzərində 3 gəlsə 11. Doğru cavab 11. D variantında öz əksini tapıbdır. 27 də bitəndən sonra keçirəm 28 nömrəli tapşırığımızın izahına. Görək 28-də bizə nə deyir? Davam edirik. 28-də bizə deyir ki, m qram karbon orta molyar kütləsi 12 olan helyum və karbon qazdan ibarət qaz qarışığı mühitində qızdırılır. Deməli, karbon qazı var əlimizdə, helyum var. Karbon qazı 44, helyum da 4-dür. M ortamızda 12-dir. Böyükdən kiçik çıxıb əks tərəfdə yazaram. 44-dən 12 çıxsam qalacaq 32, 12-dən də 4 çıxsam qalacaq 8. İxtisar aparsam 1x-in 4x-ə karbon qazı və helyum mol nisbətini tapdıq. Deməli, 1x mol karbon qazım var, 4x mol da helyum qazım var. Bunlar gəlib m qram karbondan reaksiya girib. M qram karbonun kütləsi neçəyə uyğun gələcək? Mol miqdarı neçəyə uyğun gələcək? 1 mol karbonum 12 qrama uyğun gəlirsə, x mol karbonum da m qrama uyğun gələcək. Buradan karbonun mol miqdarı tapırıq, m bölünsün 12 mol. Deməli, m bölünsün 12 mol karbonum var və bu tam reaksiya üçün sərf olunacaq. Normalda siz bilirsiniz ki, burada karbon qazından karbon arasında reaksiya girəcək və dəm qazı əmələ gələcək. Karbon qazından karbonun reaksiyasından dəm qazı əmələ gələr və burada reaksiya zamanı həm karbon qazı, həm də karbon tam axıra qədər sərf olunacaq. Deyərsiniz, indi hardan bilik tam sərf olunacaq? Çünki bizə deyir ki, karbon qazından karbonun reaksiyasından əmələ gəlir dəm qazı. Helyumda zaten reaksiya sərf olunmayıbdır. Sonda da 2 dənə qazdan ibarət qaz qarışığı yaranıb. Onda belə çıxır ki, karbon qazı tam sərf olunub, bitib. Dəm qazı əmələ gəlir və yeni əmələ gəlmiş dəm qazı ilə artıq qalmış helyum mənə son qaz qarışığını verəcək. Onda yazıram. Başlanğıc isə tarazlıq. Son da yaza bilərsiniz. Karbonum m bölünsün 12 moldur. Bu tam sərf olunacaq və 0 qədər qalacaq və 1 mol karbon qazı sərf olunduğu elədiyinə görə elə m bölünsün 12 mol karbon üçün bunu yazmaq ehtiyac yoxdur. M bölünsün 12 mol karbonda elə m bölünsün 12 mol karbon qazı sərf eləməlidir. Bizim də sərf olunan karbon qazımız 1x moldur. Onda belə çıxır ki, 1x qədər sərf olunan karbon qazı, bax yuxarıda tapmışam, bax karbon qazının mol miqdarı 1x və bu tam axıra qədər sərf olunacaq. 1x mol karbon qazı sərf olunub, 1x qədər karbon qazının mol miqdarı m bölünsün 12 mol deməkdir elə. Onda belə çıxır ki, 1x qədər karbon qazı tam sərf olunacaq. Yəni, m bölünsün 12 qədər karbon qazı tam sərf olunacaq. M bölünsün 12 qədər də karbon tam sərf olunacaq və bu da bundan 2 dəfə artıq. Baxın, CO bunlardan 2 dəfə artıq əmələ gəlir. CO da onda bundan 2 dəfə artıq, yəni 2x qədər əmələ gələcək. 2x qədər də əmələ gələn CO 2m bölünsün 12 deməkdir. Başqa cür desə, m bölünsün 6 deməkdir də. 2m bölünsün 12, m bölünsün 6 deməkdir. Yəni, əmələ gələn dəm qazı, yəni CO 2m bölünsün 12 mol əmələ gəlməlidir. Bu da əslində m bölünsün 6 mol dəm qazı deməkdir. Onda belə çıxır ki, sonda əlimizdə m bölünsün 6 mol dəm qazı qalacaq artıq miqdarda. Və əmələ gələn yeni qazlar, daha doğrusu artıq qalmış qazım da helyumdur, helyum da 4x-ə bərabərdir. İndi mən bayaqlar x-in m bölünsün 12 olduğunu tapmışam axı. X-imiz m bölünsün 12-dirsə, artıq qalmış helyum, daha doğrusu reaksiya sərf olunmamış helyum da 4x qədərdirsə, onda son qaz qarışığında gəlin helyumu belə yazaq da. Helyumum 4x moldur, 4x molun da x-in bax yuxarıda yazmışam m bölünsün 12-dirsə 4x-im 4m bölünsün 12 olacaq. Bu da eləyər m bölünsün 3. Deməli, m bölünsün 3 mol helyumum artıq qaldı. Baxın, m bölünsün 3 mol helyumum artıq qaldı. Baxın, yazaq daha səliqəli. Buradan yazıram. M bölünsün 3 mol helyumum artıq qaldı. M bölünsün 6 da nə əmələ gəldi? Dəm qazı əmələ gəldi. İndi müəllif deyir ki, bu son qaz qarşılığının orta molyar kütləsini hesabla. Heç nə, gəlin hesablayaq. M ortanı hesablayanda m bölünsün 3 mol helyumum 4m bölünsün 3'dür. Üzərinə gələcəm, CO 28'dir. 28'i vuracam m bölünsün 6'ya. Böləcəm bunların ümumi mol miqdarlar cəminə. M bölünsün 3 ilə m bölünsün 6'nın cəminə. Gəlin istəyirsiniz çıxan rəngini dəyişək, daha aydın görsənsin. Ümumi mol miqdarımız da m bölünsün 3 birinnəndir. M bölünsün 6 da birinnəndir. M bölünsün 6 da birinnəndir. Bunları da hesablasaq m ortanın düsturunda. Baxın, m orta bərabərdir. İndi gəlin yazağın. Ortaq məxrəc deməli 6 olacaq. 2-dən 4-ün 8. 2-dən 4-ün 8. Yuxarıda elə bir ortaq məxrəc 6 yazsam. 2-dən 4-ün 8. 8-in də üzərinə 28 gələrəm. Mənə verəcək 36. Deməli 36m yuxarıdadır. Aşağıda da ortaq məxrəc 6 yazsam 2m. 3m də burada. Zaten yenə deyirəm ortaq məxrəc 6 olduğuna görə yuxarı ilə aşağı ixtisar gedəcək də. Burada da 2m'in elə bir ortaq məxrəci 6-ya gətsək, 2-yə vuraram birinci tərəfi. 2m'in üzərinə 1m gəlsəm 3m qalacaq. 36m 3m'ə də böləndə bunlar ixtisar gedəcək. 36 3-ə bölünməlidir burada. Cavabı tapacaq m ortanı 12. Doğru cavab 28-də C variantında göstərilir. Yəni 28-də bu şəkildə həll edə bilərsiniz.
28 bitdi, keçirik 29 nömrəli tapşırığımızın izahına. 29-da qıcqırma verib, qlikozanın qıcqırma reaksiyaları veribdir. Siz bilirsiniz ki, glikoza qıcqırıb 3 cürə məhsul əmələ gətirəndə əmələ gəlir yağ turşusu, karbon qazı və hidrogen. 2 cürə məhsul əmələ gəldikdə isə etil spirtindən karbon qazı yaradır. Ortaq məxrəc 2 cürə məhsul yarananda etil spirti, karbon qazı, 3 cürə məhsulda isə karbon qazı, hidrogen, yağ turşusudur. Onda belə çıxır ki, Y-imiz karbon qazını işarə eləyir. Y-imiz karbon qazı, X-imiz dəqiq etil spirtidir. Yəni X-də nə yazacaq? Etil spirti C2H5OH. O zaman Z-imiz etil spirti hidrogenlə reaksiya girirmi? Yox, hidrogenlə reaksiya girə bilmir. Onda belə çıxır ki, X-imiz etil spirtidirsə, Z-imiz də onda hidrogenlə reaksiya girə bilmirsə, deməli Z-imiz yağ turşusudur da. Çünki qıcqırmadan yağ turşusu yaranır. Karbon qazı, bir də hidrogen yaranır. Y-imiz karbon qazısa, T-imiz hidrogen olmadı, həm də əmsala uyğun bilirik ki, T hidrogendir. Z-imiz onda yağ turşusu olacaq. Onda etil spirtlə yağ turşusunun qarşılıqlı təsirindən C4H8O2-nin qarşılıqlı təsirindən A qədər efir və 18 qram da su yaranacaq. Baxın, H2O yaranıb. Onda etil spirtlə yağ turşusunun emirini gəlini hesablayaq. Etil spirti səhv eləmirəmsə 24, hardasa 46 qram eləməlidir. Yağ turşusu da 12-nin 4-ə vuranda 48, üzərinə 8, üzərinə də 32 gəlsək 88 qramdır. Bu bərabərdir efirin kütləsi üstə gəlsin 18 qram. Buradan 88 ilə 46-nı toplayıb 134 alarıq. 134-dən də 18-i çıxıb 116 qram biz alarıq burada efirin kütləsini. Ona görə də 29-da C variantını rahatlıqla seçə bilərsiniz. Sonra gəlirik 30-a. Çünki hər ikisinin maddə miqdarı 1 moldur. Hər ikisinin yanmasından 4 mol karbon qazı əmələ gəlib. Hər ikisinin yanmasından 4 mol karbon qazı əmələ gəlibsə, biz burada nəyə diqqət edəcəyik? Deməli, bunlar izomer alkilaminlərdir və izomer alkilaminlərdir və hər ikisinin tərkibində 4 karbon mövcuddur. Və bizə deyir ki, L1NH2-də 2 ədəd ikili karbon atomu var və amin qrupu ikili karbona birləşib. Amin qrupu ikili karbona birləşibsə, mən bunu ancaq bu şəkildə yazsam. Bax, bu ikili karbondur. Niyə? Çünki 2 dənə karbon qonşusu var. Baxın, bunun 2 dənə karbon qonşusu var. Bu ikilidir və amin qrupu birbaşa ikili karbona birləşib. Bir də bu ikili karbondur. 2 dənə ikili var. Bu birlidir. Bu sondakı bu da birlidir. Deməli, mən bunu ancaq bu şəkildə yaza bilərəm ki, amin qrupu birbaşa ikili karbona birləşsin. Üstəlik də ki, 4 karbonlu amin olsun. Düzdürmü? 4 karbonlu amin olsun. Digər isə deyir, amin qrupu birləşib üçlü karbona. Amin qrupu üçlü karbona birləşibsə, bu amin qrupu ancaq bax, üçlü butil amin kimi yazsam, 4 karbonumuz olacaq və amin qrupu birbaşa üçlü karbona birləşəcək. Bəli, oğlum. Birləşdiyi karbon üçlü karbon olsun. İndi mənə deyir ki, bu R1NH2-dir, bu da R2NH2-dir. Deyir, R1 ilə R2 radikalını bir-birindən birləşdir. R1 radikalımız bax bu idi də, düzdürmü? Yəni ikili butil amin. O zaman ikili butil radikalını yazaram yuxarıdan. Bir dəqiqə pozaq, buraları lazımsız yerləri pozaq. Bizə maneçilik törətməsin. İkili butil yazaq. İkili butil. Digəri də üçlü butildir. Üçlü butil də yazdıq. O zaman nömrələyək. 1, 2, 3, 4, 5. Bu olacaq 2, 2, 3 trimetilpentan. 2, 2, 3 trimetilpentan doğru cavab kimi bizə C variantında göstərilibdir. 31-də deyir ki, miski nitratın termiki parçalanmasından əmələ gələn maddələr. Deməli, siz bilirsiniz ki, miski nitrat termiki parçalananda əmələ gəlir miski oksid, NO2 qazı və oksigen qazı. Əmsallaşdırsaq NO2-nin qarşısına 2, oksigen də qarşısına 0,5 yazsaq, əmsalımız tamamlanacaq. Bizə deyir ki, A ilə B-nin fərqi 1,2-dir. Kütləcə bilirsiniz ki, ən böyük kütlə A qram, ən ortadakı kütlə isə B qramdır. Ən böyük kütlə bunların içərisində aydın məsələdir ki, NO2-nin kütləsini verəcək, ortadakı kütlə isə miski oksidin kütləsini verəcək. Düzdür müəllimlər? Gəl 14, 46-dır emeri, 2 mol NO2 92 qramdır. Və 92 qram NO2 əmələ gəlir, bilirik ki, orta kütlədə əmələ gələnsə kuprumoldur. Kuprumolun da emeri 80-dir. 92 birindən 80 birindən yarananda 92 ilə 80 arasındakı kütlə fərqi 12 qram eləyir. Aha, indi normalda A ilə B-nin fərqi 12 qram olmalıdır. A ilə B-nin fərqi 12 qram olmalıdırsa, 12 qram fərq olanda B ilə C-nin kütləsi cəmi. B-imiz dediyimiz kimi orta kütlə kuprumonu işarə edir 80 qram. C-imiz isə ən balaca kütlə oksigeni işarə edir. Oksigen də 0,5 moldur. 0,5 mol oksigen 16 qramdır. 80 ilə 16-nın cəmi, yəni B ilə C-nin cəmi, C oksigeni təmsil edir. Yenə deyirəm, B-də kuprumonu təmsil edir. 80 ilə 16-nın cəmi 96 qram edir. 12 qram kütlə fərqində 96 qram BC cəmi olursa, 1,2 qram kütlə fərqində isə B ilə C-nin cəmi 9,6 qram edir. Bu da doğru cavab kimi 31-də A variantında göstərilibdir. 31-dən sonra keçirik 32-yə.
49% sulfat turşusu almaq üçün 16,9 qram HKSO4 rulsun 2SO3-ün üzərinə neçə qram su əlavə etməliyik? Deməli, siz bilirsiniz ki, 49% sulfat turşusu əldə etməlisiniz və bunun üçün 16,9 qram HKSO4 rulsun 2SO3-ün üzərinə neçə qram su əlavə olunmalıdır? İndi biz buradan elə bil nə əldə eləməliyik müəllimlər? Biz əldə eləməliyik təkcə sulfat turşusu. Bunun üçün SO3-ü buradan tamamilə məhv eləməliyik. Aha, indi normalda biz bilirik ki, deməli, yəqin ki, burada çox güman ki, 1 mol oleum demək istəyir. 16,9 qram oleum veribsə, 1 mol, daha doğrusu belə deyək də, normalda 1 mol oleumun özünün kütləsini hesablayaq. 1 mol HKSO4 rulsun 2SO3-ə baxaq bir dənə. 1 mol HKSO4 rulsun 2SO3-ün kütləsi hardasa 98 HKSO4-dür, 240 da SO3-dür. Normalda 338 qram eləyir. 338 qram HKSO4-ün deməli, içərisində 3 vurulsun 80, yəni 240 qram SO3 var da, düzdürmü? 240 qram SO3 var. Onda gəlin görək 16,9 qram oleumun içərisində nə qədər SO3 var. Buradan SO3-ün kütləsini hesablayaq. Yəni deyirəm, əgər mən 1 mol oleum götürsəm, bunun kütləsi 338 qram olacaq və bu da tərkibində 3 mol SO3, yəni 240 qram SO3 saxlayır. Onda 16,9-um gəlin görək nə qədər SO3 saxlayacaq. 16,9-u vururam 240-a, tapdığım rəqəmi bölürəm 338-ə. Bu da eləcə 12 qram. Deməli, 12 qram SO3-ümüz mövcuddur. Normalda siz bilirsiniz ki, SO3 ilə su reaksiyaya girəndə 1 mol SO3, 1 mol HKO ilə 1 mol HKSO4 yaradır. Bunu hamımız bilirik. Və normalda biz bilirik ki, 80 qram SO3, 18 qram su ilə reaksiyaya daxil olur. Onda 12 qram SO3 gəlin görək nə qədər HKSO4-də, nə qədər su ilə reaksiyaya girəcək. Bunun üçün 12-ni vuracağıq 18-ə, sonra da böləcəyik 80-ə. Bu da eləcək 2,7 qram. Deməli, 2,7 qram su biz istifadə etmişik nə üçün? SO3-dən reaksiya üçün. İndi bu 2,7 qram su SO3-dən reaksiya sərf olunubdur və reaksiya zamanı 49% sulfat turşusu əldə etmişik. 49% sulfat turşusunun içərisində nə qədər HKSO4 var, nə qədər su var? Gəlin indi onu hesablayaq. Müəllimlər, bunu da necə hesablayacağıq? Normalda biz bilirik ki, deməli 16,9 qram, baxın sulfat, daha doğrusu oleumumuz var. Biz dedik ki, bunun 12 qramı SO3-dür. Onda yerdə qalan 4,9 qramı da HKSO4-dür. Deməli 4,9 qram HKSO4-üm əvvəlcədən var idi. İndi burada da biz tapdıq ki, deməli 12 qram SO3, 2,7 qram su ilə reaksiyaya girib. Bu da nə qədər HKSO4 yaradacaq? Baxın, yuxarıda yazıram, görürsünüzmü? Bu da 14,7 qram HKSO4 yaradacaq. Əvvəlcədən 4,9 qram HKSO4 var idi oleumun içində. Yeni əmələ gələn HKSO4 da 14,7 qramdır. O zaman 4,9 ilə 14,7-nin cəmi bizə verəcək 19,6 qram HKSO4. Belə çıxır ki, son 49% HKSO4 məhlulun içində 19,6 qram sulfat turşusu mövcuddur. İndi bu sulfat turşusu son məhlulun neçə faizini təşkil edir? 49%-ni təşkil edir. Onda yazaraq ki, 19,6 qram HKSO4 son məhlulun 49%-ni təşkil edirsə, o zaman deməli yerdə qalan 51%lik kütlə isə suyun kütləsi olacaq da, 51% isə x qədər suya uyğun gəlir. Gəlin görək, bəs burada nə qədər su mövcuddur? Bunun üçün biz 51-i vurarıq 19,6-ya, bölərik 49-a. Bu da bizə verəcək 20,4 qram su. Deməli 20,4 qram su son sulfat turşusu məhlulun içindədir. Amma əvvəlcədən də bax burada qeyd eləmişdim. Görürsünüz, baxın müəllimlər, 2,7 qram da su istifadə etmişdim mən SO3-dən reaksiyaya. Cəm nə qədər istifadə etmiş oldum? Cəm 23,1 qram su istifadə etmiş oldum. Bu da bizə 32-də A variantında göstərilibdir. 32 də bitəndən sonra keçirəm 33 nömrəli tapşırığa. Deyir, eyni mol miqdarda götürülmüş X2 və Y2 qazlarının biri tamamilə reaksiya daxilində X2 qazı əmələ gəlmişdir. Deməli, X2 ilə Y2 reaksiya daxil olub, X2 əmələ gəlib, əmsallaşdırırıq bu şəkildə və bizə deyir ki, bunlar hər ikisi eyni mol miqdarda götürülüb. Reaksiyadan sonra qabda olan qaz qarışığının normal şəraitdə həcmi 3,36 litr, kütləsi isə 6 qramdır. Deməli, XY birləşməsinin, yəqin XY2 birləşməsi demək istəyir. XY2 birləşməsinin nisbi molekul kütləsini hesabla, orada çapda yəqin düşməyibdir. Gəlin yazaq, başlanğıc, sərt tarazlıq. Deyir ki, eyni mol miqdarda maddələr götürülüb. Məsəl üçün, deyir ki, bundan da 2A götürmüşəm, bundan da 2A götürmüşəm və bu zaman maddələrdən biri tam sərf olacaq. Aydın məsələ ki, Y-in əmsalı 2 olduğuna görə elə bu 2A qədər sərf olacaq, 0 qalacaq. 2A qədər Y2, A qədər X2 sərf edəcək, X2-dən A qədər artıq qalacaq və 2A qədər Y2 uyğun olaraq 2A qədər də XY2 yaradacaq. Çünki deyir ki, görürük ki, Y-in əmsalı 2-dir, XY2-nin də əmsalı 2-dir. Onda 2A qədər Y2 sərf olundu, 2A qədər də XY2 əmələ gəlməlidir.
Onda mənim sonda əlimdə qaz qarışığı A mol X2, 2A mol da XY2 olacaq. Bunların cəmi 3A mol olacaq. Və 3A mol son qaz qarışığının mol miqdarı bərabərdir. 3,36 litri gəlin mola çevirək. 3,36 22,4-ə böləndə aydın məsələdir ki, 0,15 mol olacaq. Bu zaman A-nı hesablasaq, baxın müəllimlər, A-mız bərabər olacaq 0,15 3-ə böldük 0,5 mola. Aha, indi 0,5 mola bərabər oldusa, 0,5 mola bərabər oldusa, o zaman deməli bizə nə deyir? 0,5 mol oldusa, onda mən reaksiya üçün reaksiyadan nə əldə eləmişəm? Deməli bizə deyir ki, əmələ gələn qarşılıq kütləsi 6 qramdır. 0,5 mol X2 əldə eləmişəm. 0,5 mol X2 əldə eləmişəm. 0,5 mol X2 qazım olacaq sonda əlimdə. 2A qədər də 0,5-də 2-yə vuranda 0,1 mol da XY2 qazım olacaq sonda əlimdə. Və mənə deyir ki, bu son qaz qarşılığının kütləsi 6 qrama bərabərdir. 0,5 X2-nin kütləsi 0,1 X qramdır. 0,1 XY2-nin də kütləsi neçəyə bərabər olacaq müəllimlər? Deməli 2A-mız 0,1 bax 0,1 molda deyək XY2 əmələ gəlib. Bu da 0,1 X üstə gəlinsin 0,2 Y qram deməkdir. Deyir bunların kütləsi cəmi, yəni bunların hamısının kütləsinin cəmi birlikdə 6 qrama bərabər olacaq. Deməli biz tapdıq ki 0,1 X üstə gəl 0,1 X üstə gəl 0,2 Y 6-ya bərabərdir. Onda buradan tənliyi həll etsək 0,2 X 0,2x üstə gəlinsin 0,2y bərabərdir 6-ya. Onda x üstə gəlinsin y-imiz bərabərdir 3-ə. X ilə y-in cəmi 3 qrama bərabər oldu. Düzdürmü? Yox, 6-nı 0,2-yə bölsək, üzr istəyirəm, deyəsən səhv elədim, 30 qram daha doğrusu. X ilə y-in cəmi 30 qrama bərabərdir. X ilə y-in cəmi 30 qrama bərabərdirsə, onda elə x y-in özünü soruşur bizdən. Elə biləm x y-ni soruşur. Hə, heç nə. X ilə y-in cəmi 30-sa bizə deyir ki, x y birləşməsinin nisbi molekul kütləsini tap, yəni x ilə y-in kütləsinin cəmini soruşur. Elə doğru cavab B variantında öz əksini tapıb, bu da maraqlı sual idi. 33-də də B variantını seçərik. Keçirik 34 nömrəli tapşırığa. Maddə stiroldur. Molekulunda sp2, 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 s orbitalların sayı. Nə yaxşı belə bir rahat suala rast gəldik. Deməli, stirol, CH, 2 qat rabitə CH2, sp2, sp2 deyəndə bütün karbonlar, bax, nöqtəyə qoyduğum bütün yerdəki karbonların hamısı, bax, bunlar hamısı sp2 vəziyyətdədir. 8 dənə karbon var, 8 də sp2-dir, onda sp2, sp2 qapanması ilə 8-ə bərabər olacaq. sp2, s qapanması deyəndə isə bütün karbonlar birləşmiş hidrogenlər, yenə deyirəm, stirolda C8H8-dir, bütün karbonlar sp2-dir. Karbon-karbon, siklik birləşmə olduğuna görə karbon-karbon arasındakı bütün rabitələr sp2, sp2 qapanmasıdır və karbona birləşmiş bütün hidrogenlər isə sp2, s qapanmasını göstərir. 8 dənə də sp2, s qapanması olacaq. 8-in 8-ə nisbəti 1-ə bərabər olacaq. Bu da doğru cavab kimi 34-də A variantında göstərilibdir. 35-ci sualla nizamımıza davam edirik. 35-də bizə deyir ki, doymuş monoamin monokarbon turşusu biri X-dir, biri Y-dir. Deməli, müəllimlər, burada bizə ipucu nə verilibdir? İpucumuz ondan ibarətdir ki, X ilə Y-in emerləri arasındakı fərq birində A qramsa, birində A üstəgəl 14 qramdır. Deməli, X ilə Y bir-biri ilə ard-arda yerləşən amin turşulardır. Birində A qədər daha doğrusu birinin molar kütləsi A-dırsa, digərinin molar kütləsi A üstəgəl 14-dür. Biz də demişik ki, homoloji fərqdə hər bir CH2 qrupu 14 qram fərq yaradır. Deməli, X ilə Y müqayisə eləsək, Y böyükdür X-dən nə qədər? Bir dənə CH2 qrupu qədər. Deməli, Y-imiz X-dən bir CH2 qrupu qədər böyükdür. Onda deyək ki, məsəl üçün, X-in X qədər karbonu mövcuddursa, onda Y-dəki karbonların sayı X-dəki karbonların sayından 1 vaid artıq olmalıdır. O zaman Y-dəki karbonların sayı bərabər olacaq X-dəki karbonların sayı üstə gəlsin 1-ə. Yəni, X-də X qədər karbon varsa, Y amin turşusunda isə X üstə gəlsin bir qədər karbon mövcud olmalıdır. Və burada bizim növbəti ipucumuz nədən ibarətdir? Növbəti ipucumuz ondan ibarətdir ki, mən bu 331 ümumiyyətlə baxmayacağam. Deyir ki, pentapeptid molekulunda karbon atomlarının sayı oksigen atomlarının sayından 2 dəfə çox olarsa. İndi biz bilirik ki, istənilən amin turşu götürüləndə, 5 mol amin turşu götürüləndə, 5 mol amin turşudan 1 mol pentapeptid, 4 mol da su əmələ gəlir. Bu aydın məsələdir. İndi amin turşular 5 mol amin turşu yazmışam. Yəni 5 mol amin turşu deyəndə X-dən Y-in ikisini birlikdə 5 mol götürməliyik də. İndi istənilən amin turşunun molekulunda 2 oksigen mövcuddur. Yəni hansı amin turşu olur olsun fərqi yoxdur. İstənilən amin turşuda bir dənə karboksil qrupu var. Həmin karboksil qrupunda 2 dənə oksigen var. Onda 5 amin turşuda 5 olsun 2, yəni 10 oksigen atomu olacaq. 10 oksigen atomu bərabər olacaq 1 pentapeptiddəki oksigenlərin sayı üstə gəlsin 4 molsuda da 4 oksigen mövcuddur. Aydın məsələdir. Buradan pentapeptiddəki oksigenlərin sayı 6-ya bərabərdir və bizə deyir ki, burada karbonların sayı oksigenin sayından 2 dəfə çoxdur. Yəni pentapeptiddə əgər 6
oksigen mövcudsa, onda pentapeptiddəki karbonların sayı, baxın yazacağım, karbonların sayı bərabər olacaq 6 vurulsun 2, yəni 12-yə bərabər olacaq. İndi biz tapdıq ki, pentapeptiddə karbonların sayı 12-yə bərabərdir. İndi biz belə deyək də, bilmirik bu amin turşular deyir 5 mol pentapeptid deyəndə biz 5 mol amin turşu götürməliyik. İndi hansından neçə mol götürdüyümüzü bilmədiyimizə görə, məsəl üçün elə zənn edirəm ki, məsələn, deyək ki, 2 mol deməli X amin turşusundan götürmüşəm, 3 mol da Y amin turşusundan götürmüşəm, cəmi 5 mol amin turşu götürmüşəm də. Onda 2 mol X amin turşusunda 2x qədər karbon mövcud olacaq. 3 mol amin turşu Y amin turşusundan götürsəm, 3 mol Y amin turşusunda 3-ü X-də gəlsin. Axı burada dediyi Y amin turşusunda karbonların sayı X-də gəl 1-ə bərabərdir. Onda 3 mol Y amin turşusundan götürsəm, onda burada karbonların sayı 3 vurulsun X-də gəlsin 1-ə bərabər olacaq. Bunların da cəmi bizə verəcək nə qədər? 12 karbon. Buradan tənliyi həll etsək, 2x-də gəlsin, 3x-də gəlsin, 3 bərabərdir 12-yə. Buradan tənliyi həll etsək, 5x-ımız bərabər olacaq. Neçəyə? Deməli, 3x-də gəl 3-dür də bu. 5x-ımız 9-a bərabər olacaq. X-də bərabərdir 9 bölünsün 5. Tam rəqəm almadıq. Demək ki, 1-dən 2 mol, 1-dən 3 mol demişdim. İndi gəlin onun tərsini götürək. Bəlkə 1-dən 3 mol, 1-dən 2 mol. Çünki pentapeptid isə, yəni bu ehtimalları yoxlaya bilərik də, daha rahat olsun deyə. Yəni yoxlaya gedirəm. Onda deyirəm ki, bundan 3 mol götürmüşəm, bundan 2 mol götürmüşəm. Onda 3 mol X amin turşusunda 3x qədər karbon olacaq. 2 mol Y amin turşusunda 1 Y amin turşusunda, bir dənə Y amin turşusunda X-də gəlsin 1 qədər karbon var. Onda 2 mol ondan götürsəm, yəni 2 mol Y-dən götürsəm, burada 2x, yəni 2-ni vuracağım, X-də gəlsin 1 qədər karbonların sayına. 2x-də gəlsin 2 qədər karbon olacaq. Onda cəm karbonlarımızın sayı olacaq 5x-də gəlsin 2 və bizə deyir ki, bu karbonların sayı 12-yə bərabərdir. Buradan 5x-ımız 10-a, x-ımız da bərabərdir 2-yə. X-imizin 2-yə bərabər olmağı o deməkdir ki, yəni X amin turşusunun mol miqdarını 3 mol götürmüşəm, amma buradakı karbonların sayı 2-yə bərabərdir. Y amin turşusunda isə karbonların sayı X-də gəl 1 deyil. X-də 2 tapmışamsa 2 ilə 1-in cəmi 3 verəcək. Onda belə çıxır ki, Y amin turşusunda isə karbonların sayı da 3-ə bərabərdir. Yəni X amin turşusunda 2 karbon var, Y amin turşusunda isə 3 karbon mövcud olduğunu dəqiqləşdirdik. İndi tərkibində 2 karbon olan amin turşu olacaq glisin. Bax, glisin yazılır NH2. Bax, buradan yazıram CH2. Deməli COH, digərdə olacaq alanin. Alanində də karbonların sayı 3-ə bərabərdir. İndi alfa alanində, beta alanində fərqi yoxdur. NH2, CH2, CH2, COH yazaram. İndi glisin emerini hesablasaz 75 olmalıdır. Alanin də emeri 89-a bərabər olmalıdır. İndi deyir ki, bu glisinlə alanindən əmələ gələn amin turşunun, daha doğrusu əmələ gələn, üzr istəyirəm, dipeptidin molar kütləsini hesabla. İndi siz bilirsiniz ki, dipeptid deyəndə hərəsindən 1 mol götürəcək. 75 mol, daha doğrusu emeri 75 olan glisin götürərəm 1 mol, emeri 89 olan alanin götürərəm 1 mol. Bunların ikisindən 1 mol dipeptid əldə edirəm, bir də 18 qram su əldə edirəm. Dipeptiddəki onda dipeptidin də buradan kütləsini hesablayanda nə edərik? 75 ilə 89-u toplayarıq. 75 ilə 89 mənə 164 verəcək. Buradan da 18 rəqəmi çıxsaq, buradan dipeptidin emeri 146-ya bərabər olacaq. Doğru ifadə D variantında göstərilibdir. Sonra keçirəm 36-ya. 36-da mexaniki səhv var. Yəqin ki, bunu müəllimlərin xeyrinə hesablayarlar. Çünki burada A ilə X-in kütlə fərqi 32 yox, 34 qram olmalıdır. Niyə? Çünki bilirsiniz ki, deməli, lafsan lifi etilen qlikolla triftal turşusunun polikondensləşmə məhsuludur. Və etilen qlikol etilendən əmələ gəlir. Məsəl üçün, X karbohidrogeni ya da Y karbohidrogeni hansısa biri etilendir. Gəlin başqa bir rəng götürüm, daha aydın olsun və daha sezilsin. Deməli, X-i deyək ki, etilendir, CH2, 2 qat rabitə CH2. Alanin, daha doğrusu, bunu da, yəni, ya X ya da Y fərqi yoxdur, hansı olduğunu bilmirəm. Yəni, bu karbohidrogenlərdən biri etilendir. Etilen sonra çevrilir oksidləşmə nəticəsində, kalium permanganat iştirakında oksidləşmə nəticəsində etilen glikola çevrilir və etilen glikolla triftal turşusunun polikondensləşməsindən mən lafsan əldə edirəm. İndi ya X ya da Y ikisindən biri olmalıdır, deməli, belə bir şey, yəni 1,4 dimetilbenzol. 1,4 dimetilbenzol isə kalium permanganat iştirakında oksidləşəndə reaksiya nəticəsində siz bilirsiniz ki, nə əldə olunur? Triftal turşusu əldə olunur. Sonra da bu triftal turşusundan etilen glikol polikondensləşərək lafsan lifini əldə edirik biz. İndi burada bizə ipucu verən nədir? Deyir, A-dan X-in kütləsinin çıxanda 34 verməlidir. İndi A-dan X-in kütləsinin çıxanda, indi siz deyək ki, A-nı COH düşünürsünüz. X-i də deməli 1,4 dimetilbenzol düşünürsünüz. Onda bunların emirləri arasında fərq 34 qram olmayacaq. Amma siz A-nı etilen glikol düşünsəz, X-i də etilen düşünsəz, etilen glikolla etilenin kütlələr arasındakı fərq həqiqətən 34 qram verəcək. Onda belə çıxır ki, A-mız etilen glikoldur. Yazıram, baxın, etilen glikol.
Onda X-imiz də etilen olacaq. Bax yazdıq. Onda Y-imiz belə çıxır ki, olacaq deməli 1,4 dimetil benzol 1,4 dimetil benzol qeyd eləyək. B də onda olacaq nə? Triftal turşusu. Deyək ki, X-in molekulunda bütün karbonlar eyni hibrid vəziyyətindədir. X-imiz etilendə. Etilendə 2 karbon var, ikisi də sp2 vəziyyətdədir. Deməli, bu ifadə doğrudur. Yəni, bunu doğru qəbul edərəm. Ondan sonra deyir ki, B-nin 1 molun artıq miqdarda natriumdan. B-miz oldu nə? Triftal turşusu. Triftal turşusu 2 əsaslı karbon turşusu. 2 əsaslı karbon turşusu olduğuna görə 2 COH qrupu var. 2 COH qrupu 2 natriumdan reaksiyaya girəcək və hər COH qrupundakı 1 hidrogen atomu natriumdan əvəzlənəndə 2 hidrogen atomu oradan çıxacaq və reaksiya nəticəsində 1 mol hidrogen qazı ayrılacaq. Deməli, bu da doğru ifadədir. Y tololun izomeridir. Tolol deməli olacaq 7 karbonlu benzolun homologu, amma bizim dediyimiz Y-imiz isə 8 karbonludur. 7 karbonlu, 8 karbonlu bir-birinə necə izomer olsun? Bu səhv ifadədir. A-nın molekulunda karbon atomları ikilidir. A olacaq etilen glikol. Etilen glikolda cəmi 2 karbon var, ikisi də birlidir. Çünki bunların hərəsində 1 karbon qonşusu var. Hərəsi də 1 karbon qonşusu olduğuna görə birlidir. Bu səhvdir. Y benzolun homologudur. Y həqiqətən oldu 1,4 dimetil benzol və bu da benzolun homologudur. Benzol sırası karbohidrogeni. Doğru ifadə 1, 2, 5. Bu da bizə A variantında göstərilibdir. O setindən davam edirik. Deməli, glikoza argen timkion amonyaklı məhluldan glikon turşusuna çevrilir. Ümumiyyətlə, müəllimlər, siz yadınıza gəlirsə, dərsdə bu haqqda ətraflı danışdıq ki, istər glikoz olsun, istər riboza, istər dezoksiriboza, argen timkion oksidləşəndə amonyaklı məhlulu ilə orada heç bir asimetrik karbon sayda dəyişiklik baş vermir. Glikoza glikon turşusuna çevrilir və dəyişiklik baş vermir. Say dəyişməyəcək. Yəni, bunu özünüz də görəcəksiniz ki, baxın, məsəl üçün, glikozanı yazırsınız. Burada aldehid qrupu sadəcə olaraq karboksil qrupuna çevrilir və burada heç bir asimetrik karbon sayda niyə dəyişiklik baş versin? Zaten bayaqlar aldehid qrupu da asimetrik deyildi. İndi də karboksil qrupu da asimetrik olmadığına görə bir dəyişiklik baş vermir. Amma riboza hidrogenləşib ribid spiritinə çevriləndə, baxın, riboza necə yazılır? C5H10, deməli, O5. Deməli, C5H10O5 və onu biz necə yazırıq? Baxın, 5 karbonu yazırıq və aldehid spirtidir bu. Belə yazırıq və HOH-ları ətrafına düzürdük. HOH-ları gətirib ətrafına düzürdük. Və indi mən burada asimetrik karbonları sizə qırmızı ilə göstərəcəm. Bax, bu da asimetrikdir, bu da asimetrikdir, bu da asimetrik. Bunlar asimetrik deyirlər. Niyə? Çünki birinci karbon sp2 vəziyyətdədir. sp2 vəziyyətdə karbon zaten asimetrik olmaz. Sonuncu karbonda da həmən karbona 2 dənə eyni hidrogen birləşinə görə təbii ki, asimetrik olmayacaq. Amma burada hidrogenləşmə nəticəsində riboza ribid spiritinə çevrilir və riboza ribid spiritinə çevrilir. Bax, bu aldehid qrupu dəyişir. Nəyə çevrilir? Ribid spiritinə çevrilən zaman bunun ətrafına bax, belə deyək də, hidrogen birləşəndə belə bir birləşmə yaranır. Və bu zaman yenə də bu asimetrik deyil. Amma bu asimetrik olmasa da bu ortadakı da asimetrikdən çıxır. Niyə? Çünki ortadakı karbonun həm sağ hissəsində, həm də sol hissəsində baxın, nə var? Eyni atom-atom qrupları var. Və bu atom-atom qrupları ortaq olduğuna görə deməli, belə deyək də, ortadakı karbon üçün həm sağında, həm də solunda eyni atom qrupları olduğuna görə artıq burada asimetrik karbon sayı azalır. Ona görə ribozadan ribid spiritinə çevriləndə dəyişir. Riboza argen timkio ilə oksidləşən yenə deyirəm. Burada ümumiyyətlə dəyişiklik, oksidləşmədə heç bir dəyişiklik baş verməyəcək. 2 xlorpropanda metan, etan, propan, 2 xlor propan. Mən bunun üzərinə amonyak gələndə xlor çıxacaq, yerinə NH2 qrupu daxil olacaq və buradakı ortadakı karbon bayaqları asimetrik belə deyək də deyildi. CH3 yazmışam. Burada da hidrogeni var, xlor və burada asimetrik nədir? Karbon atomlarının sayı dəyişmir. Aha. Deməli, 2 xlor propan, üzr istəyirəm, 2 xlor propan turşusu deyirik. Çox üzrlü hesab edin. Mən elə bilirəm ki, 2 xlor propan deyirik. 2 xlor propan turşusu deyilir. Aha, onda ortadakı karbon asimetrikdir. Bayaq elə bilirdim asimetrik deyil, elə bilirdim CH3 qrupu yazmalıyam. Propan deyə düşünmüşdüm. 2 xlor propan turşusu deyir. Aha, olsun belə. Onda ortadakı asimetrikdir. Bunun üzərinə amonyak gəlsək, xlor çıxacaq və yerinə NH2 qrupu daxil olacaq. NH2 qrupu daxil olacaq və yenə də bu bayaqlarda asimetrikdir, indi asimetrikdir və asimetrik karbon sayı həqiqətən burada da dəyişmədi. Dəyişməyən hallar 1, 3, 4-də göstərilibdir. Bu da doğru cavab kimi 37-də B variantında göstərilibdir. 38-dən davam edirik. 38-ci sualla mən bir qədər razı deyiləm. Niyə? Çünki burada biz orta məktəb çərçivəsində də ətraflı yazılı bu haqda ki, ümumiyyətlə yağ turşuları deyəndə tərkibində tək sayda karbon olan deməli karbon turşuları, ali karbon turşuları nəzərdə tutulur. Burada əgər bunlar bir-birindən homologlarsa və bir-birindən ardıcıl şəkildə yerləşirlərsə, o zaman onda belə çıxır, biri tək karbonludur, biri cüt karbonludur. Biz də bilirik ki, üzr istəyirəm, yağ turşuları deyəndə
Tərkibində cüt sayda karbon olan ali karbon turşuları nəzərdə tutulmalıdır. İndi bunlar bir-birindən ardıcıl homoloji sırada yerləşsə, birinin tək karbonu, birinin cüt karbonu olacaq. Onda biz bunları necə yağ turşusu seçək? Ona görə düşünürəm ki, bir qədər, yəni mən fikrimcə bir qədər tam yəni düzgün məsələ deyil, amma yenə də məsələni həll eləyək. Yağ deyəndə bilirsiniz ki, yağın qliserinə aid olan hissəsi var və yağın qliserinə aid olan hissəsini yazıram. Sonra da mən bunun belə deyək də radikal hissəsini qeyd eləyirəm. Radikal hissəsinə R1, R2, nə bilim R3 gedir. Nə deyir burada? X və Y turşularının qalığı daxildir. İkisi eynisidir. 2 deyir çünki deyir ki, bunun hidroliz X və Y turşusu uyğun olaraq birindən 2 mol, birindən 1 mol var. Onda ikisini R1 kimi qeyd eləyək. İkisini R1 kimi qeyd edək. Birini də R2 kimi qeyd edək. Yəni turşu qalığındakı karbon turşularının ikisi eyni karbon turşusudur, biri fərqlidir. Onda ikisinə R1 deyək, birinə R2 deyək. Yəni yaza bilərik, burada bir problem yoxdur. İndi deyək ki, yağın cəmi 56 karbonu mövcuddur. Çünki yağ yanmasından 56 mol karbon qazı əmələ gəlsə, deməli yağın tərkibində 56 mol karbon var. Bu 56 mol karbonun cəmi 3 molu hardan gəlibdir? Qliserinə aid olan hissədən gəlib. Onda belə çıxır ki, 53 karbon hardan gələcək? Aydın məsələdir ki, yerdə qalan 53 karbon aid olacaq turşu qalığına aid olan hissəyə. Yəni turşu qalığına aid olan hissəyə aiddir. Bizə deyir ki, bu deməli yağın tərkibinə daxil olan turşular uyğun olaraq bir X və Y-dir. Hər birindən 2 mol, birindən də 1 mol götürülüb və homoloji sırada bir-birinin ardınca yerləşirlər. İndi X əvvəldə gəlir, Y əvvəldə gəlir, onu bilmirik. Yəni bunu dəqiq bilmirik. Mən hesabladım bayaqları. Məsəl üçün düşündüm ki, X-imiz birinci gəlir. Onda Y-dəki karbonların sayı X-dəki karbonların sayından 1 vaid artıq olmalıdır. Əgər homoloji sırada bir-birinin ardınca yerləşirlərsə. Onda deyərəm ki, hə, X birinci yerləşir, X-in X qədər karbonu var. Y-də X-dan sonra gəldiyinə görə onda X-də gəlsə 1 qədər karbon olmalıdır. Onda X-dəki karbonların üzərinə Y-dəki karbonların sayını gəlsək və bizə deyir ki, X-dən 2 mol götür. Onda 2 mol X götürsəm 2X olacaq. Y-dən də 1 mol götürsəm, Y-dəki karbonların sayı da X-də gəlsin 1-ə bərabərdir. Onda bu karbonların sayının cəmi mənə 53 verəcək. Çünki qliserinə aid olan hissədəki karbonları çıxmışam. Yerdə qalan hissə turşudakı karbonların sayıdır. Onda buradan da tərliyi həll edəndə 3X-imiz bərabər olacaq 52-yə. Bu da 52-yə bölünmədiyinə görə demək ki, bu cürə düşünmək düzgün olmur. Onda düşünürük ki, bəlkə Y-imiz birinci gəlir, X onun ardınca gəlir. Amma burada yenə cümlədə elə bilirəm ki, nasazlıq var. Deyək ki, Y-imiz birinci gəlir, X-imiz ikinci gəlir. Onda Y-dəki karbonların sayını Y-dən işarə eləsək, X-dəki karbonların sayı Y-də gəlsin 1-ə bərabər olacaq. Onda X-dən deyir 2 mol götür. X-dən 2 mol götürsəm 2 mol X-də 2 vurulsun Y-də gəlsin 1 qədər karbon var. Çünki X-dəki karbonların sayı Y-də gəl 1-ə bərabərdir. Əgər mən 2 mol X götürsəm, buradakı karbonların sayını tapmaq üçün 2-ni vuracam Y-də gəl 1-ə. Y-dəki karbonların sayı da Y-ə bərabərdir. Onda bunların cəmi mənə 53 verməli idi. Buradan tənliyi həll eləsək 3Y bərabər olacaq. Deməli neçəyə? 51-ə, 53-dən 2 çıxsam 51. Onda Y-imiz bərabər olacaq neçəyə? 17-yə. Y-imiz 17-yə bərabərdirsə, Y-in tərkibində 17 karbonu var. 17 karbonu var və doymuş bir əsaslı karbon turşusu olduğuna görə bunun formulu olacaq C16, H33, COH və bunun da emerini hesablasanız, emerini 270 tapacaqsınız. Doğru ifadə 38-də A variantı, amma mən yenə də bu məsələ ilə bir qədər razı deyiləm. Ona görə də fikrimi bildirmək istədim. Keçirik 39 nömrəli çalışmaya. 39 nömrəli çalışma rahatdır. Deyir ki, poliakril turşusu. Əvvəlcə akril turşusunu yazaq. Akril turşusu bilirsiniz ki, CH2, çiqat rabitə, CH, COH-dır. Bu polimerləşən zaman çiqat rabitə qırılır, kənarlara verilir və poliakril turşusu belə yazılır. Və bunun deyir ki, polimerləşmə dərəcəsi A-ya bərabərdir. İndi siz bilirsiniz ki, normalda burada bir karbon var, bu sp2 vəziyyətdə. Həmin o sp2 vəziyyətdə karbonun 3 dənə sp2 hibrid ortalı var. O zaman bunun polimerləşmə dərəcəsi N-ə bərabərdirsə, N mol poliakril turşusunda da 3N qədər sp2 hibrid ortalı olacaq. Yəni X-i 3N-ə bərabərləşdirəcəksiniz. Polimetil metakrilat isə CH2, çiqat rabitə C, CH3, COOH-dır. Bu polimerləşəndə yenə çiqat rabitə qırılır, kənarlara verilir. Baxın, yazdım bu şəkildə. Və burada yenə də bir karbon sp2 vəziyyətdədir. Bunda 3 dənə sp2 hibrid ortalı var. Polimerləşmə dərəcəsi N isə, onda bunda yenə 3N qədər sp2 hibrid ortalı olacaq. Onda hərəsi 3N, 3N olanda X-dən Y nisbəti bizə 1 verəcək. Doğru cavab 39-da Y variantında göstərilibdir. 40-la yenə izahımıza davam edirik. 40-da da bizə deyir ki, həcmləri və molyar qatlıqları bərabər olan. İndi həm həcm, həm də molyar qatlıq bir-birinə bərabərdirsə müəllimlər. İndi belə deyək də, deyək ki, hər ikisinin həcmini də eyni, molyar qatlığını da eyni götürmüşük. Onda bunların molları da eyni olacaq. Niyə? Çünki S bərabərdir nü bölünsün V, nü də bərabərdir SV düsturuna görə biz mol miqdarını tapanda molyar qatlığı həcmə vurmalıyıq. Onda hər ikisinin molyar qatlığı həcmləri eyni olanda, eyni S-i eyni V-yə vuranda, onda hər ikisinin molu eyni olacaq. Bu demək ki, mənim kalium 3PO4-ümlə argentum NO3-üm eyni mol miqdarda götürülübdür.
Və biz bunların reaksiyasını aparsaq, bilirik ki, reaksiya zamanı argentum artı fosfat çökəcək, çöküntü şəklində qabın dibinə və reaksiya nəticəsində kalium NO3 maddəsi yaranacaq. Əmsallaşdırsaq argentum nitrata 3 düşəcək, kalium nitrata da 3 düşəcək və bizə deyir ki, bunlar hər ikisi eyni mol miqdarda götürülüb. Hər ikisini eyni mol miqdarda götürsək, onda məsəl üçün elə zənn edək ki, azı çoxa çatdıraq. Hər ikisini 3 mol götürmüşəm. Yəni 3 mol kalium artı fosfat, 3 mol da argentum nitrat götürmüşəm. Bu zaman 3 mol argentum nitrat tam sərf olunacaq və bu zaman 3 mol argentum nitrat 1 mol kalium artı fosfat sərf elədiyinə görə 2 mol kalium 3PO4 artıq qalacaq. Yəni yenə deyirəm, bunu 3 mol götürməyə də bilərsiniz. Fərqli də götürə bilərsiniz. Amma əsas odur ki, mollarını eyni götürəsiniz. Və istənilən təqdirdə eyni mol miqdarda götürüləndə kalium artı fosfat çox olduğuna görə buradan artıq qalacaq. Argentum artı fosfat çökəcək, bundan qalmayacaq. Argentum nitrat azdır, tam sərf olunacaq, qalmayacaq. Reaksiya zamanı kalium NO3 əmələ gələcək və kalium artı fosfat artıq qalacaq. Bu da əmələ gəlmiş kalium nitrat və artıq qalmış kalium artı fosfatda hansı iyonlar verəcək? Kalium iyonlarını verəcək, NO3 iyonlarını verəcək və PO4 iyonlarını verəcək. Deməli, sonda argentumdan başqa yerdə qalan PO4, kalium və NO3 iyonları sistemdə artıq vəziyyətdə qalacaq. Bu da bizə doğru cavab kimi 1, 3, 4 şəklində, yox, 2, 3, 4 şəklində. 2, 3, 4 isə bizə B variantında göstərilibdir. Doğru cavab 40-da B variantı olar. Belə. Ümidvaram ki, sizlərə faydalı oldu. İnşallah ki, hər bir sual aydın oldu. Kiməsə nəsə bir aydın olmayan, qaranlıq qalan məqam olsa, təzədən müraciət edər.